Salam əziz abituriyentlər. Bugün sizinlə maraqlı bir suala baxaq. Demək, 1, 2, 3 və s. n şəklindəki cəmi ümumilikdə n vurulsun, n plus 1 bölünsün 2 şəklində ifadə etmək olar. Sual versək ki, bu necə mümkün olur? Bəziləriniz ədədi silsilə düsturundan istifadə edərək A1 bərabərdir 1, AN bərabərdir n deyib, SN cəm düsturuna görə A1 üzərinə gəl AN bölünsün 2 vurulsun n düsturunu tətbiq edərək, yəni birinci ədəd 1, sonuncu ədəd n bölünsün 2 vurulsun n, bunu da n plus 1 vurulsun n bölünsün 2 şəklində göstərərsiniz. Amma bəzən bizə isbat sualı şəklində düşə bilər ki, biz də bunu isbat etməyimiz lazım gələcək. Sual olunur, bu sualın isbatı haradan gəlir? Gəlin, bu şəkildə yazaq. S bərabərdir 1 üzərinə gəl, 2 üzərinə gəl, 3 üzərinə gəl və s. üzərinə gəl, n çıxaq 2 üzərinə gəl, n çıxaq 1 üzərinə gəl, n. Bu şəkildə yaza bilərik. Yenə eyni cəmi bu dəfə geridən əvvələ doğru. N üzərinə gəl, n çıxaq 1 üzərinə gəl, n çıxaq 2 üzərinə gəl və s. üzərinə gəl, 3 üzərinə gəl, 2 üzərinə gəl, 1 şəklində yazaq. Və bunları sistemə alaq. Tərəf-tərəfə toplasaq, 2s bərabərdir 1 plus n üzərinə gəl, 2 üstə gəl, n çıx 1. n çıx 1. Üzərinə gəl, 3 üzərinə gəl, n çıx 2. Üzərinə gəl və s. üzərinə gəl, n çıx 2, üstə gəl 3, üstə gəl, n çıx 1, üstə gəl 2, üstə gəl, n plus 1. Bu şəkildə yaza bilərik. Biz görürük ki, 2s bərabərdir n plus 1, n plus 1, üzərinə gəl, 2 plus n çıx 1, yəni n plus 1, üzərinə gəl, 3 üzərinə gəl, n çıxaq 2, yəni n plus 1, üzərinə gəl və s. n çıx 2 plus 3, n plus 1, üzərinə gəl, n çıx 1, üzərinə gəl 2, n plus 1 və üzərinə gəl, n plus 1 ifadəsini alırıq. Sual olunur, burada neçə ədəd var idi? Burada ümumilikdə n ədəd olduğuna görə bizim cəmlərimiz də n saydadır. Yəni 2s bərabərdir n plus 1 vurulsun n şəklində yaza bilərik. Buradan s-imiz n vurulsun n plus 1 bölünsün 2 alınacaq. Demək, biz əvvəldən 1-dən n-ə qədər ədədlərin cəmi düsturunu necə isbat olduğunu almış olduq. Xüsusilə də birinci qrupa hazırlaşan abituriyentlər hər riyaziyyat qaydasını öyrənərkən mütləq şəkildə niyə belə olduğunu da öyrənin. Çünki isbat məsələlərində bu sizdən tələb oluna bilər.